Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və radio dalğaların hər bir qonağı. Hər birinizi ən səmimi duyğularla salamlayırıq. Məktəbimizin doğma səsi hər gün yeni məlumatlara və maraqlı mövzulara görüşünüzə gələcəyin FM radiosu efirdədir. Mikrofon qarşısında mənəm, 7B sinif şagirdi Əzimova Zəhra. Bugün təqvimimiz 19 may tarixini göstərir. Bu tarix Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün çox önəmli, xüsusi bir gündür. Çünki bugün böyük söz ustadı, poeziyamızın sönməz ulduzu, xalq şairi Rəsul Rzanın anadan olmasının 116 ili ötür. Gəlin şeir dünyamıza tamamilə yeni fərqli bir nəfəs və sərbəst ruh gətirən bu dahi insan həyatımızda bizə qoyub getdiyi zəngin irsə daha dərindən və ətraflı şəkildə birlikdə nəzər salaq. Rəsul İbrahimoğlu Rzayev 1910-cu il 19 mayda Göyçay şəhərində ziyalı bir ailədən dünyaya göz açmışdır. O, ədəbiyyatımıza sadəcə yeni şeirlər deyil, həm də tamamilə yeni bir baxış bucağı, fərqli bir dünya görüşünüzə gətirən sənətkardır. Rəsul Rza poeziyamızın şeirin ən böyük ustadlarından hesab olunurdu. O, illərlə gələn köhnə və qatı qaydaları çərçivələrdən kənara qoyaraq, şeirə daha sadə və təbii və daşır düşüncəli bir formaya salmışdır. Şairin yazdığı hər bir bənd insanın daxili dünyasına, sonsuz xəyallarına və həyatın gizli qalmış ən dərin həqiqətlərinə açılan bir pəncərədir. Onun xüsusilə Rənglər adlı şeiri toplusu ədəbiyyatımıza xüsusi bir məktəb, bir fəlsəfə hesab olunmuşdur. Orada şair rəngin dili ilə hesab olmuş, sevinç kədəri ilə gələcəyə olan ümidləri və həyata olan sonsuz sevgisi çox maraqlı şəkildə təsvir etmişdir. Bu əsərləri oxuyan insan anlayır ki, dünyada sadəcə görkəm kifayət deyil, onu həm də bütün ruhla hiss etmək lazımdır. Rəsul Rza sadəcə bir şair deyil, həm də xalq üçün yorulmadan çalışan böyük bir vətəndaş, ictimai xadim və əvəzolunmaz bir rəhbər idi. O, ilk Azərbaycan ensiklopediyasında baş verilmiş redaktoru və olan xalqımızın qədim tarixi, zəngin mədəniyyətlərindən və elmi nailiyyətlərin toplanmasında və gələcək nəsillərə ötürülməsində misilsiz işlər görmüşdür. O, hər zaman gənclərə kömək etmiş, yeni yazmağa başlayan istedadlara hər bir zaman dayaq olmuş və onlara doğru yolu göstərmişdir. Onun şeirləri vətən sevgisi, torpağa olan dərin bağlılığı və ana dilimizə sonsuz hörmət və hər zaman başda dayanmışdır. Mən torpağam, qızıl gül olsaydı kimi əsərləri də bugün hər birimizin qəlbində çox dərin və silinməz izlər buraxır. Onun yazıları bizi düşünməyə, ətrafımızdakı dünyanı sevməyə, təbii qorunmağa və hər zaman irəli getməyə əsasən böyük bir çağırışdır. Əziz məktəbli yoldaşlarım, Rəsul Rza hər bir şeydən əvvəl öyrənirdi ki, hər işdə cəsarətli olmaq, öz sözünü demək və yeniliklərdən qorxmamaq lazımdır. O, öz zamanında bəzi tənqidlər və çətinliklərə baxmayaraq heç vaxt öz yolundan dönməmiş və Azərbaycan şeirini dünya səviyyəsində qaldıraraq müasirləşdirilmişdir. Bugün biz onun əsərlərini oxuyarkən həm də doğma dilimizi nə qədər zəngin, çevrikli və güclü olduğunu yenidən kəşf edirik. Şairin şeirlərini oxumağı insanın həm də mənəvi cəhətdən böyükdür. O, hadisələr daha fərqli və gözəl baxmayaraq öyrədir. Gəlin biz gənclər Rəsul Rza kimi yeniçilik olaq, dərslərimizdə, yaradıcılığımızda və gələcək planlarımızda hər zaman yaxşılıq etməyə, öz yolumuzu çəkməyə can ataq. Onun həyatında baxış sonsuz əməksevərliyi və sənət olan dürüst münasibətləri üçün hər zaman ən gözəl nümunə olmalıdır. Dəyərli dinləyicilər, böyük ustad Rəsul Rza həsr etdiyi bu xüsusi radio verilişində sonuna gəldik. Şair hər zaman dünyaya sülh, əmin-amanlıq və uşaq xoşbəxtliyi arzulayaraq deyirdi ki, mən istəyirəm buludlar ağlasın, uşaqlar ağlamasın. Bu nəzib humanist arzularla yaşayan şair ölməz sözləri bu gələcəyə olan ümidləri və inanılmaz hər zaman diri saxlayacaq. Sizinlə mən idim, Əzimova Zəhra. Gələcəyin işığı FM radiosunun adından hər birinizə rəngarəng düşüncələr dolu, kəşflər və uğur gətirən bir gün arzulayıram. Növbəti zəngə qədər kitablarınızı yanınızda əksik etməyi və dahi şairlərimizin irslərini dərindən öyrənməyi hər zaman birlikdə artırmağa can atsın. Sağlıqla qalın, hər zaman mədəniyyət və zirvələrdə qalın.